Tənis təşkilatının tərəfindən Azərbaycanda hazırlanmış bu rejimdir. Bax, bunların Azərbaycan xalqına açdığı oyun budur. Bu tək bizim Azərbaycan deyil. Cənubi Azərbaycanda bu gündədir. Başa düşürsünüzmü? İranda da bizim xalqımız üçün bir iş yoxdur. Vəzifə yoxdur. Yəni Azərbaycanın altında gedən ancaq İsfahanlılardır. İsfahanlılar kimlərdir? Yahudilər. Bizim Yahudi xalqı ilə düşmənçiliyimiz yoxdur. Bizim siyonistlərlə də düşmənçiliyimiz. Yəni Azərbaycan xalqının başına oyunu açanlar bunlardır. Bunların da qabağını almaq üçün nə lazımdır? Xalqımız təşkilatlanmalıdır. Bir təksən tək ol günən. 2 nəfərsiz, 3 nəfərsiz, 3 nəfər olun. 10 nəfərsiz, 10 nəfər olun. 100 nəfərsiz, 100 nəfər. Nəyə görə belə deyirəm? Çünki ətrafı doludur yaltaqlarla. O qədər ilhamın toxunu yeyənlər var ki, yaltaqları var ki, bu sözlə deyilib tarası deyil. Hər məhəllədə, hər kənddə, hər rayonda, hər tində, hər yanda yəni o qədər alçaq, mundar insanlar var ki, şərəfini, namusunu, qeyrətini hər şeyə satıblar. Bir paska sigareti də satırlar. Baxın, görün Azərbaycan nə gündədir ya. Elə bir ağır vəziyyətdir ki, bizim xalqımız üçün. Bunu sözlə deyib tutarmaq olmur. Ona görə də həmişə Qabildir, Elşaddır, mənəm, yəni bizim əqidə qardaşlarımızdır. Yəni bizim sizi təşkilatlandırmaq əsas məsələni qoymuşuq qabağımıza ki, siz təşkilatlanasınız ki, biz arxayın olaq ki, bəli, ayağımızı qoyan kimi hardan başlayırıq. Yəni bunun üçün də çəkinib, qorxmaq lazım deyil təşkilatlanmaqdan. Açıq, yəni qışqırmaq da lazımdır ki, biz 10 nəfərik. Lazım deyil həmçinin. Mənim nömrəm də var, Qabilin də var, Elşadın da var. Zəng vurursun ki, Elşad, Allah saxlamış. Biz Mənim nömrəm yoxdur. Əmrimi yox. Bağladım nömrəni. Başa düşdüm. Mənə zəng vursunlar. Mənə zəng vurun. Deyin ki, biz 3 Elmana nəfərik. zəng vursunlar, sənə zəng vursunlar. Ay sağ ol, Qabilə zəng vursunlar. Yəni deyin ki, biz 5 nəfərik, 3 nəfərik, 100 nəfərik. Məsələn, biz Avropadayıq. Avropadakilər də gəliblər, ağızlarını su alıb otururlar burada. O cür nə kişini apardılar, bastılar ora, ətrafında olanlarla, Əli Kərimlini. Bu Avropadakilər üsyan söhbətlər yoxdur. Bunlar sivil yol gözləyirlər. Sivil yolla bu qeyrət cındır, Cumadarın nəvəsini yıxacaqlar bunlar. Nə qədər sivil yol olar? Bu eşkək köpək oğludan bir qeyrətdən. Siz hansı sivil yolu gözləyirsiniz ki, bu sizə götürüb dövləti təhvil verəcək. Azərbaycanın neftini dağıdıb töküb, xəşləyir, eyrişiyirə ilə məşğuldur. Azərbaycandan çıxan qızılı xəşləyir, eyrişiyirə ilə məşğuldur. Azərbaycanın qara kürüsünü yiyir, içir, eyrişiyirə ilə məşğuldur. Xalqa da deyir ki, sizə ancaq badımcan. Qara badımcanı sizə verirəm, neft mənimdir. Yəni ki, siz dərindən baxın, baxın, nə qədər gör alçaqlar var burada. Bax, bu Ağdamlıdır da bu. Bu Ağdamlı köpək yolu. Hə, Ağdamlıdır. İraq yaxşılarından yox, biz yəni Ağdamlıların hamısının barəsində danışmırıq ki, Ağdamlılar mənlə döyüşənlər də olubdur. Qarabağda yəni ki, can qoyanlar olubdur, şəhid olanlar olubdur. Bu yaltaqdan gedir söhbət, yaltaqdan. Yəni ki, bu elə yaltaqlanır ki, bunun barəsində məsələn üçün mən Elmanla o səfərləri söhbət elədim elə. Danışdıq elə bunun barəsində. Dedi ki, bu nə? Yaltaqlanmır, Zəki dayı. Vallahi yaltaqlanmır. Ucunu qoyurlar. Balaca Heydəri hazırlayırlar. Mən bilirsən, Elmanın bir yaxşı sözü, mən həmişə yadıma düşəndə gülmək tutur məni. Deyir, ay Zəki deyir, sən deyir, bir şeyə gərək başa düşəsən. Deyirəm, nəyə başa düşüm? Deyir, valla deyir, bu rejim var ha, bu dövlət var ha. Götünü büzür, möhkəm büzür. Amma bunlar gücünə özünü soxurlar ora deyir. Gücünə soxurlar ki, girsinlər ora. Bax, həmin bu da ondandır da, başa düşürsən. Bu da həmin o adamlardandır. Yəni, Azərbaycanın bizim danışdığımız söhbətlər ancaq mübarizlərə aiddir. Yəni, yaltaqları isə biz tənqid də eləyirik, təhqir də eləyirik. Bu, yəni, təhqir olası adamdır. Çünki bu durub bütün Azərbaycan ağsaqqalların adından söz danışmağa ixtiyarı yoxdur. Onu ancaq mübariz insanlar bütün Azərbaycan xalqının adından danışa bilər. Qabil danışa bilər, Elşad danışa bilər, mən danışa bilərəm. Odur, zindanda
400 nəfər,